Subaylığın daşını atmaq istəyən parodist, aktyor, ssenarist Müşfiq Şahverdiyev bu dəfə evlənəcəyi xanımın axtarışına çıxdı. Elanı da məhz Lider maqazin elədi. Aktyor Müşfiq Şahverdiyev ailə həyatı qurmağa hazırlaşır. Yaralı yerimdir, dəymə, yaralı yerimdir. Niyə yaralı yerində? Niyə evlənmirsən? Qızı gözləyirəm hələ ki. Tapamıram da, neyniyim? Bəlkə doğrudan da vətəndaşın problemi var. 2 gündən sonra mən mer seçiləcəyəm axı. Olmaz axı, gərək maraqlanın nə problemi var. Biraz yaş keçdikcə əvvəl deyirlər ki, insan kapriz olur, falan olur. Doğrudan da görürəm ki, böyüklərin dediyi düzdür. İnsan getdikcə başı uzaqlaşırsan bu işdən. Deyirsən ki, işlə güclə məşğul olub, evlənmək boş şeylər. Amma dərinliyinə gələndə evlənmək lazımdır, ailə sahibi olmaq. Baxıram Samir qardaşıma, ürəyim dağ olur. Balazası ilə girdi içəri. Nə bilmə, artıq uşağına toylayır. Hələ mən özümə toy eləməyi fikirləşirəm. Sən sevmə. Bu il söz vermişəm ki, bu il məsələni yekunlaşdıracağam. Deməli, namizət var. Seçim turları gedir də. Bir neçə var ki, təkliflər, evdəkilər, qohum əqrəbə deyib ki, filan kəs var. İndi mən də seçim turları edirəm də hələ. Finala kim qaldı olacaq. Efirlərdən və oynadığı obrazlardan hər zaman pozitiv görünən aktyor, daxilində sən demə çox kaprizləri var. Müşfiqin kriteriyaları nədir? Mənə maraqlıdır. Birincisi, çox çətin adamam. Biraz yola getmirəm hər kəslə. Hədsiz dərəcədə qısqanclıq var. Mənə gərək dirəşməsin hər şeydə. Mən qatı qaradır deyəndə o dirəşib ağdı deməsin. Bəzilərinin əksinə olaraq Müşfiq yalnız daxili gözəlliyə deyil, həm də xarici gözəlliyə önəm verir. Görünüşü həmişə deyirlər ki, əsas qəlbi gözəl olsun. Yəni, qəlbi gözəl olsun öz yerində. Amma görünüşü də istəyərdim ki, boyu hündür olsun. Qaraşın və yaxud da sarışın fərqi yoxdur. Üzündə baxanda o hikkə varı görünür bəzi qızlarda. Belə şey olmasın. İfrit olmasın. İfrit olmasın. Bu ailəmdən qız alarsan? Bəyəndiyim, hörmət elədiyim insanlar var, amma belə sevgi məqsədi ilə belə yoxdur. O üzüyü əmiyə verməsən, əminin toyu sabah yarımsı qalacaq. Sabah mənim toyumda üzüyü qalıb uşağın qarnında. Ailəvin dediyi xanımla ailə həyatı quracaqsan, yoxsa öz sevdiyin? Yox, əslində belə deyim. Əslində mən elə istəməzdim heç vaxt ailə qurmaya. Kimisə təklifi ilə, kimisə deyir ki, mənim filan qız var, o ged onunla tanış ol, o yaxşı qızdır. Amma mən onu tanımıram, bilmirəm kimdir, nədir. Burası alabaşına məsələ var, kül başına gedirsən, nə olar. Kinder, sürpriz, nə çıxdı. Ay Müşfiq, anan heç mi qarışmır sənin qız axtarışına? Anam mənə yazıq heç nə demir. Anam deyir, öz həyatında seç, bəyən, ürəyin istəyən bir adamla ailə qur, biz sənin iş və qarışmır. Burası sadəcə mən həmin insana hələ ki rastlaşa bilmirəm. İnşallah ki, yəqin ki, o da olar da. Evə gedirik? İndi hal-hazırda sənin ürəyin boşdur. Boşdur hələ ki. Qəfəs, amma ağzı açıqdır qəfəsin. Buyurub gələ bilərsiniz.